Beynəlxalq münasibətlərdə güc tarazlığı məsələsini qarışdırırsansa, elə isə qulaq as. Beynəlxalq münasibətlərdə güc tarazlığı məsələsi ilk dəfə tətbiq edildi 1814-15-ci illərdə Viyana Konqresindən sonra. Viyana Konqresindən sonra Avropada hegemonluğa can atmağa çalışdı Çar Rusiyası. Bu nə vaxta qədər davam etdi? 1853-56-cı illər Krım müharibəsinə qədər. 1856-cı ildə Paris Sülh Konfransından sonra Rusiyanın Avropadakı hegemonluğuna son qoyuldu və yeni güc tarazlığı müəyyənləşdirildi. Bu hadisədən sonra Avropada güc tarazlığı məsələsində hegemonluğa can atmağa çalışdı Fransa. Bu nə vaxta qədər davam etdi? 1870-71-ci illər Almaniyanın birləşdirməsinə qədər. Və bundan sonra 1871-ci ildən sonra isə Fransanın Avropada hegemonluğuna son qoyuldu. Beynəlxalq münasibətlərdə güc tarazlığı məsələsi iflasa uğradı blokların yaranmasından sonra, yəni Üçlər İttifaqı və Antantanın yaranması ilə beynəlxalq münasibətlərdə güc tarazlığı məsələsi iflasa uğramış oldu.